Artıq Travako sistemində genişlənmiş filtrasiya aktivdir. İndi satışlar sistemə qeyd olunarkən service date və uçuş tarixləri yazıldıqdan sonra start date düyməsini mütləq aktiv edin ki, bu məlumatlar filtrasiyada görünsün. Daha sonra istənilən satış növündə invoicelara baxmaq üçün müvafiq səhifəyə keçid edirsiniz. Səhifənin sağ yuxarı hissəsində Quick Filter, yəni sürətli axtarış bölməsi var. Burada bugünkü satışları və ya son günlərin satışlarını asanlıqla seçib baxmaq mümkündür. Əgər daha detallı axtarış etmək istəyirsinizsə, genişlənmiş axtarış bölməsinə keçid edin. Burada siz müştərinin adı, satış edən əməkdaşının adı və digər kriteriyalara görə filtrləyə bilərsiniz. Məsələn, check-in date from və to tarixlərini deyək ki, aprelin 1-dən 16-sına qədər qeyd etsəniz, bu tarixlər arasında olan bütün check-inləri görə biləcəksiniz. Daha dəqiq nəticə üçün həm tarix, həm də müştəri və personal adını birlikdə seçərək konkret invoice tapmaq mümkündür. Bu qədər sadə və rahat.